Hər gün qəbul imtahanına düşmüş 5 sual izah edirəm. İkinci günün 3-cü sualına bir yerdə baxaq. Şərtdə deyilir ki, yer səthindən şaqili yuxarı atılmış cismin sürətinin modulunun zamandan asılı qrafikinə görə onun maksimal qalxma hündürlüyünü hesablayın. Maksimal qalxma hündürlüyünün düsturunu biz bilirik ki, h maksimum bərabərdir gt qalxma kvadratı bölə 2-dir. Yəni biz burada qalxma müddətini bilsək, düsturda yerinə yazarıq və hesablayarıq. Biz bilirik ki, şaqili yuxarı atılan cisim, tutaq ki, yer səthindən müəyyən bir başlanğıc sürətlə şaqili yuxarı atılan cisim sürətini get-gedə azaldır və maksimal qalxma hündürlüyündə onun sürəti 0-a bərabər olur. Baxın, qrafikdə də gördüyümüz kimi müəyyən bir V0 qiymətindən başlayır sürətimiz, azala-azala gedir. 4-cü saniyənin sonunda son sürət 0 olub. Deməli, elə bu 4 qalxma müddətidir. Yəni, siz burada t qalxma bərabər 4 yazacaqsınız. Gəlin, indi düsturda yerinə yazaq. J-nin qiyməti 10, vuraq t qalxmamız 4-dür, 4-ün kvadratı olacaq. 16 bölə 2. 10 vuraq 16, 160 edir. 160-ı 2-yə böləndə 80 alacağıq. Doğru cavab Y variantıdır.